Salam müəllimlər, sınaq 30-un izahlarına baxırıq. Sual 1. Doğru fikirləri müəyyən edin. Miqyası 1 bölünsün 22 milyon olan dünyanın siyasi xəritəsində bütün ölkələr eyni dərəcədə təhrif olunur. Bu ifadə yanlışdır. Təhriflər bilirik ki, ekvatordan qütblərə doğru dəyişir, proyeksiyasından asılı olaraq. Məsələn, ekvator boyu ərazilərdə təhrif az olar, yəni silindirik proyeksiyasında. Bütün ölkələrdə təhrif eyni dərəcədə ola bilməz. Bu yanlış ifadədir. Müddətindən və yaranma səbəbindən asılı olmayaraq bütün küləklər şimal yarımkürəsinə sağa, cənub yarımkürəsinə sola meyl edir. Doğrudur, Koriolis qüvvəsinin təsiri ilə cənub yarımkürəsində mülayim iqlim qurşağının 3 tipinə rast gəlinir. Bu yanlışdır. 2 tipi olacaq. Mülayim dəniz, mülayim kontinental. Atmosfer təbəqəsinin bütün qatlarında aerotermik pillə eynidir. Aerotermik pillə, yəni 1000 metrdə temperaturun 6 dərəcə aşağı düşməsi, yəni azalmasıdır. Stratosferdə və termosferdə isə bu fərqlidir, çünki hündürlüyə doğru temperatur artır. Eynidir dediyinə görə yanlış. Biogenə qədərki mərhələ coğrafi təbəqənin ən uzun zaman davam edən mərhələsidir. Bəli, 3 milyard doğru ifadə. NAFTA təşkilatına üzv olan bütün ölkələr federativdir. Təbii ki, doğru ABŞ, Kanada, Meksika. 2, 5, 6 sualının doğru cevabıdır. Sual 2. Tədqiqatçı qütb buludunun Polaris 25 dərəcə bucaq altında göründüyü məntəqə ilə 70 dərəcə şərq uzunluğunun kəsişməsindən əvvəlcə 0 dərəcəlik azimutla 7215 kilometr. Sonra isə əks meridianla 180 dərəcəlik azimutla 4995 artıq qütbə aşmaqlı olacaq. Gedərək çatdığı məntəqə haqqında doğru fikirləri müəyyən edin. Gəlin baxaq. Deməli, əgər qütb buludu 25 dərəcə bucaq altında görünürsə, həmin məntəqə elə 25 şimal enliyindədir. Daha sonra uzunluq burada verib ki, 70 şərq uzunluğundan, yəni 25 şimal enliyi 70 şərq uzunluğundan çəkək burada. 25 şimal enliyi 70 şərq uzunluğu. Sonra deyir 0 buradan 0 dərəcə, yəni şimal istiqamətində 7215 kilometr gedir. 7215'i de biz 111'e bölüp 65 derece tapırıq. 25'in üzerine 65 gələndə, yəni şimala gedəndə çatdığı məntəqə elə 90 olur, yəni şimal qütbü. Daha sonra deyir əks meridianla artıq 70 qütbü aşırıq. 70 dərəcə şərq uzunluğunun əks meridianı 110 dərəcə qərb uzunluğu olacaq. Həmin bu meridianla artıq neçə kilometr, yəni 4995'i biz 111'e bölsək olacaq 45 dərəcə. Yəni biz 90'dayıq artıq. Şimal qütbündən 45 çıxırıq. Qütbü aşanda olacaq 45 dərəcə şimal enliyi. Bu formada yazaq. Bura 90 olsun. 25'də idik. 0 dərəcə azimutla getdik 90'a. Bu 70 şərq uzunluğunda artıq əks meridianı, yəni 110 dərəcə qərb uzunluğu. Çatdığı yəni enlik isə 90'dan 45 çıxanda 45 dərəcə şimal enliyi olacaq. Yəni məntəqə oldu 45 dərəcə şimal enliyi, 110 dərəcə qərb uzunluğu. İndi xüsusiyyətlərə baxaq. Bir daha burada yazıram. 45 şimal enliyi, 110 dərəcə qərb uzunluğu. 1. Yerləşdiyi materikin sahillərini 3 okean yur. 45 şimal enliyi, 110 dərəcə qərb uzunluğu. Bilirik ki, Şimali Amerika materikindən keçir. Bir də Sakit Okean, Atlantik və Şimal Buzlu Okeandan keçir. Şimali Amerikada 3 okean olacaq. Həm Şimal Buzlu, həm Sakit, həm də Atlantik Okeanı. Bir doğru ifadədir. 2-yə baxırıq. Yerləşdiyi ölkədə əhalinin təbiətinin ikinci tipi deyil də birinci tipi olmalıdır. Günorta vaxtı günəş şüalarının minimum düşmə bucağı 21,5 dərəcədir. Minimum düşmə bucağı yazanda 90 çıxılsın. 45 üzərinə gəlirik 23,5. 45'in üzərinə 23,5 gələndə 68,5, 90'dan da 68,5'i çıxanda həqiqətən də 21,5 tapmış oluruq. Yəni 3 doğrudur. Daha sonra 14-cü saat qurşağın orta meridianı yerləşir. Bu 110 dərəcə qərb uzunluğunda yerləşir. 110'u biz 15'e böləndə 7 tapırıq. 7'ni 15'e vuranda 105, 110'dan 105 çıxanda 5 olur. Yəni əsas 7-ci saat qurşağı olur. Yəni 110 dərəcə qərb uzunluğu. Qərbdə yerləşdiyinə görə təbii ki 24'dən biz 7 çıxmalıyıq. Olacaq 17-ci saat qurşağı, 14 olmayacaq. Subarktik iqlim qurşağında yerləşir. 45 dərəcə şimal enliyi əsasən mülayim iqlim qurşağına düşür Şimali Amerikada. Ona görə yanlışdır. 180 dərəcəlik meridianla olan ən qısa məsafəsi 0 dərəcəlik meridianla olan ən qısa məsafəsindən daha azdır. Deməli burada biz
110 dərəcə qərb uzunluğuna görə. 180-ə qədər olan məsafə, biz 180-dən 110 çıxsaq, olacaq 70 dərəcə. 0 dərəcəyə, 0 dərəcəlik meridianla, yəni 0 dərəcəyə qədər olan məsafə isə 110-dan 0 çıxarıq, olacaq 110 dərəcə tapmış oluruq. Təbii ki, bu ifadə doğrudur. Yəni 180 dərəcəlik meridian olan ən qısa məsafəsi 0 dərəcəlik meridian olan ən qısa məsafəsindən daha azdır. 0 dərəcə gördünüz, daha çox oldu. Deməli, burada doğru cavablar 1, 3, 6 B variantı olacaq. 3-cü suala baxırıq. Doğru fikirləri müəyyən edin. Fransa Adriatik dənizinin sahillərində yerləşir ifadəsi yanlışdır. Liguriya dənizi ola bilər. İtaliya fəaliyyətdə olan vulkan mövcuddur. Təbii ki, Etna, Vezuvi, Stromboli vulkanı. Daha sonra Meksika günəş il boyu zenitdə olur ifadəsi yanlışdır. Meksika iki işıqlanma qurşağında yerləşir. Yəni cənub hissələrində zenitdə ola bilər. Sonra Car faylı dağlara rast gəlinir ifadəsi doğrudur. Kap əjdaha dağları Pakistan Hind çayının mənsəbi yerləşir, doğrudur. Yeni Zelandiya inkişaf etmiş ölkələrdir, inkişaf etməkdə olan deyil. Yəni 2, 4, 5 sualın doğru cavabıdır B variantı. 4-ə baxırıq. Verilmiş fikirlərə əsasən A ölkəsi ilə bağlı cədvədəki uyğunsuzluğu müəyyən edin. G20 ölkələr qrupuna daxildir. Həm mülayim, həm tropik iqlim qurşağında yerləşir. 22 dekabr tarixindən 22 iyun tarixinə qədər şaquli cisimlərin kölgə uzunluğu artır. Deməli 22 dekabr həmin ölkədə yay fəslidir. Artıq o tarixdən etibarən günəşin düşmə bucağı azalmağa doğru gedir ki, kölgədə artacaq. G20 şimala doğru hərəkət etdiyindən kölgə uzunluğu artacaq da. Bu cənub yarımkürəsində elə bir ölkədir ki, G20 ölkəsi ilə quru sərhədə mövcud olsun. Özü də G20 ölkələr qrupuna daxil olsun. Yəni cənubda məsələn Avstraliya var, Car var, amma Carın G20 ölkəsi ilə sərhədi yoxdur, Avstraliyanın yoxdur, amma Argentina ola bilər. Argentina özü də G20 üzvüdür. Braziliya ilə sərhədi mövcuddur. Braziliya da həmçinin G20-yə üzvdür. Argentinada şimal hissəsində tropik iqlim və mülayim iqlimi də görmək olar. Mülayim kontinental məsələn. İndi xüsusiyyətlərə baxaq. Çöl təbii zonası geniş sahədir təbii ki, amma uyğunsuzluğu bizdən istəyir. Günəşin ildə bir dəfə zenitdə olduğu ərazi mövcuddur. Təbii ki, dedik ki, cənub tropik xətti kəsir. Zenitdə olduğu ərazi şimal hissəsi ola bilər. Doğru ifadədə amma yanlış verildiyinə görə götürürük. Taxıl ixracatçısıdır, doğru ifadədir, doğru verilib. Əhalinin əksəriyyəti roman dil qrupuna aiddir, doğru ifadədə amma yanlış verilib. Sonra ərazinin axan ən uzun çay transsərhəd çaydır. Ən uzun Parana çayıdır ki, Parana çayı Braziliya, Paragvay və Argentina arasında təbii sərhəd rolunu oynayır. Doğru ifadədir, amma yanlış verilib. 2, 4, 5 sualın doğru cavabıdır. Şərqi ilə müqayisədə qərbidə geotermik pillə kiçikdir. Çünki qərbində seysmik ərazi Ant dağları yerləşir. Geotermik pillə kiçik olacaq. Doğru ifadədir, elə doğru da verilib. Doğru cavab C variantı. 5-ə baxırıq, doğru fikirləri müəyyən edin. Diametri yer kürəsinin diametrinə ən yaxın olan planet Veneradır. Venerada təqribi 12.104 kilometrdir, amma yer kürəsində isə 12.756 kilometrdir diametr. Ən yaxın, bəli, Venera olacaq. Şimali Amerika materikindəki böyük göllər kompleksi platformada yerləşir. Bəli, mərkəzi düzənliklərdə yerləşir. Doğru ifadə. ABŞ-da əhalinin əksəriyyəti ölkənin şərqində, amma Rusiyada isə qərbində yaşayır. Bu doğru ifadədir. Hardasa Rusiyanın 80% əhalisi yəni qərb hissədə yaşayır, ölkənin qərbində yaşayır. Doğru ifadə. Sonra Viktoriya gölü 3 yarımkürədə yerləşir. 2 işıqlanmada ola bilməz, çünki tropik kəsmir. Həm Qarabağ vulkanik yaylasında, həm də Qarabağ silsiləsində 4-cü dövrün vulkanik surları. Bu yanlışı Qarabağ vulkanik yaylasında olar, silsilədə deyil. Xəzər dənizində cənubda qalan ətraf ərazilərdə 0 metrdə aşağı olan ərazilərin sahəsi şimal tərəfindəki 0 metrdən aşağı olan ərazilərin sahəsindən daha çoxdur. Xəzərin şimalında yerləşən Xəzəryanı ovalıq, okean səviyyəsindən aşağıda yerləşən nəhəng bir düzənlikdir. Və 0 metrdən aşağı hissələri olduqca genişdir. Amma cənub hissəsində dağlar var da, məsələn Əlbruz dağları. Ona görə bu ifadə doğru olmayacaq. Daha çoxdur deyir. Daha azdır olmalıdır. Ona görə də D variantı sualın doğru cavabıdır. Sual 6. Pekin, Ankara, Madrid və Bakı şəhərləri üçün doğru fikirləri müəyyən edin. Şərq yarımkürəsində yerləşir. Madrid üçün doğru deyil. Madrid qərb yarımkürəsindədir. Günəş ən tez Madrid şəhərində batır. Bu yanlışdır. Ən gec Madriddə batar. Çünki günəş ilk Pekində çıxır. Ən şərqdə olan Pekindir çünki. Pekində ən tez çıxdığı üçün ən tez də orada batacaq.
Bu yanlış ifadədir. 22 iyun tarixində günəş şimal-şərq istiqamətindən çıxacaq. Doğrudur. Günorta vaxtı günəş eyni anda... Xeyr, bu ərazilər 40 şimal enliyindədir. Yəni mülayim işıqlanma qurşağında yerləşir. Və günəş də tropik işıqlanma qurşağında olan ərazilərdə zenitdə olur. Bu ərazilərdə, bu şəhərlərdə zenitdə olmayacaq. 21 mart tarixində günəş səhər tezdən şərqdə çıxır, bəli, qərbdə batacaq. Eyni işıqlanma qurşağında, yəni mülayim işıqlanma qurşağında yerləşirlər. 3, 5, 6 sualın doğru cavabıdır. Növbəti suala baxırıq. 7. Doğru fikirləri müəyyən edin. Aqroiqlim ehtiyatlarının əsas göstəricisi orta sutkalıq temperaturun müsbət 10 dərəcədən yuxarı olmasıdır. Təbii ki, doğru ifadədir. Əsasən düzən ərazilərdə olur. Aqroiqlim ehtiyatı bol. Çəltiyin becərilməsi üçün il ərzində 1900-3300 Selsi aktiv temperaturlar cəmi tələb olunur. Çəlti üçün 8000 və 8000-dən yuxarı olan ərazilərdə istiyə daha çox tələbkardır. Çünki çəltikdən əlavə pambıq, şəkər qamışı, çay, qəhvə bu kimi bitkilərin becərilməsi üçün də əlverişli olar. Yəni 8000 dərəcədən artıq olsun fəal temperaturlar cəmi. Bu yanlış ifadədir. Nəqliyyat vasitələri, yaşayış evləri, ev əşyaları fərdi mülkiyyət deyil, şəxsi mülkiyyət olacaq. Kənd təsərrüfatı, inventarları da həmçinin. ABŞ-da mövcud olan müəssisələrin 70%-ə qədəri fərdi, 10% şərikli, 20% səhmdar cəmiyyətləri doğru ifadədir. Azərbaycan Respublikası ərazisində hüdudlarından bir şey də qeyd edim. ABŞ-da dövlət mülkiyyəti azdır. Gördüyünüz kimi 70% fərdi burada verib. Amma Almaniyada dövlət mülkiyyəti çoxdur. Azərbaycan Respublikası ərazisi hüdudlarında torpaq, yerin təki, daxili suları, ərazi suları, bitki, heyvan aləmi bunlar dövlətin müstəsna mülkiyyəti sayılır. Doğrudur. Azərbaycan hazırki iqtisadiyyatın 3-cü deyil də 4-cü mərhələsindədir. 1, 4, 5 sualın doğru cavabıdır. 8-ə baxırıq. Mətndə verilmiş A ölkəsi ilə bağlı cədvəldə uyğunsuzluğu müəyyən edin. Ərazisi 2 materikdə yerləşən A ölkəsinin sahillərini 2 okean suları yuyur. A ölkəsinin ərazisi bütünlüklə tropik işıqlanma qurşağındadır. Bu Panamada ola bilər, Misirdə ola bilər. Amma burada bir ipucu verib ki, bütünlüklə tropik işıqlanma qurşağındadır. Amma Misiri bilir ki, kəsirdə şimal tropiki. Bir hissəsi mülayimə, bir hissəsi tropikə düşür. Amma Panama tamamilə tropik işıqlanma qurşağında yerləşir. İndi baxaq xüsusiyyətlərə, uyğunsuzluqları seçməli. Yerləşdiyi qitədə həm bərabər rütubətli subtropik, həm də subarktik iqlim qurşağı mövcuddur. Doğru ifadədir. Çünki Panama yerləşir Şimali Amerikada. Amma qitə olaraq Amerika götürülür də. Yəni, düzdür, Şimali Amerikada bərabər rütubətli subtropik yoxdur. Amma Cənubi Amerikada bu iqlimi görə bilərik. Subarktik iqlim də həmçinin Şimali Amerika materikində, Kanada Arktik arxipelagında yayılmışdır. Labrador yarımadasının şimalı da bu iqlimdədir. Burada Şimali Amerikanı və Cənubi Amerikanı bir qitə götürüb. Amma əslində ayrı-ayrılıqda. Şimali Amerika qitəsi ayrıdır, Cənubi Amerika ayrı. İndi doğru ifadədir, amma yanlış verildiğine görə cavablarda biz götürməliyik. 1. İnkişaf etmiş ölkələr qrupuna daxil olan ölkə ilə həmsərhəddir. Panamanın hər hansı bir inkişaf etmiş ölkələr quru sərhədi mövcud deyil. Yanlış ifadədir, amma doğru verilib deyə götürəcəyik. Geosiqnalda yerləşir. Doğru ifadədir, doğru verilib. İki okeanı birləşdirən gəmiçilik kanalından xeyli miqdarda gəlir əldə edir. Panama kanalından doğru ifadədir, amma yanlış verildiyinə görə götürürük. Əhalinin əksəriyyəti Roman dil qrupuna aiddir. Doğrudur, doğru verilib. Əhalinin təbii azalması deyil də artması müşahidə olunacaq. Yanlış ifadədir, yanlış verilib, uyğunluq gözlənilib. 1, 2, 4 sualın doğru cavabıdır. Sual 9. Tropik siklonların yayıldığı əraziləri seçin. Tropik siklonlar olacaq burada Hind okeanında, bir də Cənub-Şərqi Asiya tərəflərdə var. Galapagos adasında olmaz. Sonra Braziliya yaylasında olmaz. Ərəbistanda heç olmaz. Ərəbistanda toz burulğanları ola bilər. Həbib, məsələn. Yerdə qalır Avstraliyanın şimal-qərbi, Madagaskar adası, bir də Şri-Lanka adasında mövcuddur. C variantı. Ona baxırıq, cədvələ əsasən uyğunluğu müəyyən edin. Baxaq. Böyük yeddilik ölkələrindən yalnız biri dövlət idarə etməsinə görə monarxiyadır. G7-yə daxildir ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada, Yaponiya. Bunların içərisində Böyük Britaniya və Yaponiya monarxiya idarə etməsi olacaq. Amma yalnız bir dediyinə görə yanlışdır, amma doğru verilib. Uyğunluq
pozulub. Texnoloji cəhətdən bir-biri ilə qarşılıqlı əlaqədə olan istehsal sahələrinin və ya proseslərinin bir müəssisədə birləşməsi kombinləşmə adlanır. Doğru ifadədir, amma yanlış verilib. Təsərrüfatın inkişafının ilkin vaxtlarında mali imkanların məhdud olduğu hallarda həyata keçirilməsi mümkün olan iki proqramdan biri seçilir. Bu zaman ehtiyatda qalan layihənin qiyməti alternativ dəyər hesab olunur. Doğru ifadədir, doğru verilib. UNEP təşkilatı təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üçün yaradılmışdır. Doğru ifadədir, amma yanlış verilib. Kordilyer dağlarında sönmüş vulkanlara rast gəlinmir yazıb. Yanlış ifadədir, yanlış verildiyinə görə götürürük. Çünki Makkinli sönmüş vulkanı mövcuddur. 22 iyun tarixində Bakı şəhərində günəş səhər şimal-şərqdə çıxıb, axşam şimal-qərbdə batır ifadəsi doğrudur, elə doğru verilib. 3, 5, 6 sualının doğru cavabıdır. 11-ə baxırıq. Baykal gölünün sxemdə göstərilən göllərlə oxşar xüsusiyyətini müəyyən edin. Birinci Baykal gölü ilə yuxarı gölə baxırıq. Deməli, burada mülayim iqlim qurşağında yerləşir. Yuxarı göldə, Baykal gölü təbii ki, mülayim iqlim qurşağında yerləşəcək. Anı götürərik. Sonra böyük yeddilik ölkələri qrupuna daxil olan ölkə ərazisində yerləşmir. Baykal gölü yerləşməz, çünki Rusiya və G7-yə daxil deyil, amma yuxarı göl yerləşəcək, çünki ABŞ Kanada sərhədində yerləşir bu göl. ABŞ da Kanadada G7-yə üzvdür. Həm çay mənbəyi, həm də mənsəbidir. Bəli, doğrudur. Baykala çoxlu çay tökülür. Məsələn, Selenqa çayı. Yalnız oradan bir çay başlayır, Angara çayı. Yəni oxşar xüsusiyyət sayılacaq. Yukon çayı da həmçinin. Yukon çayına deməli bir çay başlayır, St. Mary's çayı. Bu çay həmin yuxarı gölü Huron gölü ilə birləşdirir. Amma yuxarı gölə axan çay isə ABŞ tərəfdən St. Louis çayıdır ki, elə Kanada ərazisindən də var, Nipigon və s. Deməli, həm çay axdı, həm də çay başladı. Oxşar xüsusiyyətdə hər iki göl üçün. Ladoqa gölünə baxırıq, yəni Baykalla oxşar xüsusiyyətlərinə. Rusiya ərazisində yerləşir. Baykal da Ladoqada Rusiya ərazisində yerləşəcək. Şimal Buzlu Okeanı su toplayıcı hövzəsində yerləşir. Fərqli xüsusiyyəti. Çünki Baykal həmin Angara çayı, Angarada Yenisey'in qoludur. Yenisey də bilirik ki, Kara dənizinə axır və Şimal Buzlu Okeana aid oldu. Amma Ladoqa gölü isə Baltik dənizi vasitəsilə Atlantik Okeanı hövzəsində yerləşəcək, aid olacaq daha doğrusu. Aral gölündən şimal-qərbdə yerləşir. Şimal-qərbdə yerləşən Baykaldır, amma şimal-şərqdə yerləşən isə Ladoqa ola bilər. Fərqləndirici xüsusiyyət. Titikaka gölü ilə Baykal gölünün oxşar xüsusiyyəti şimal yarımkürəsində yerləşir. Bu Baykala aiddir. Titikaka isə cənub yarımkürəsində yerləşir. Sahillərində günorta vaxtı şaqli cisimlərin kölgəsi sıfıra bərabər olmur. Baykalda bərabər olmaz, çünki mülayim işıqlanma qurşağında yerləşir, amma Titikaka tropik işıqlanma qurşağında yerləşdiyinə görə zenitdə olur. Zenitdə sıfıra bərabər olur kölgə. Fərqləndirici xüsusiyyət dağlıq ərazidə yerləşir. Bəli, istər Baykal, istərsə də Titikaka dağlıq ərazilərdə yerləşir hər iki göl. Deməli, C olacaq burada. Sual 12. Sxemlərdə fərqli meridianlar, lakin eyni paralel üzərində yerləşən məntəqələr üçün eyni anda günəşin üfüqdəki vəziyyətləri əks edilmişdir. 20 dərəcə şərq uzunluğunda yerləşən məntəqədə səhər saat 8 olarsa, məntəqələrin hansı ilə arasında temperatur fərqi daha böyük olar? Bilirik ki, sutka ərzində ən aşağı temperatur səhər 6-da olur. Günəş çıxmamışdan biraz əvvəl, daha doğrusu. Və 8:00 həmin vaxta daha çox yaxındır, soyuqdur yəni. Ən yuxarı temperatur sutka ərzində günortadan 2-3 saat sonra olur. Yəni 14:00. Yəni bu məntəqələrə fikir versəniz, T uyğundur. Yəni P-də günortadır, 12:00-dır. Amma ən yüksək temperatur sutkada günortadan 2 saat sonra, yəni 14:00-da müəyyən edilir. Deməli bu saatla, yəni temperaturla daha doğrusu, bu məntəqə ilə T məntəqəsi arasında temperatur fərqi daha böyük olacaq. Ona görə də doğru cavab Y variantıdır. Sual 13. Lənkəran-Astara İqtisadi rayonunun xarici ölkə ilə həmsərhəd olmayan inzibati rayonlarını müəyyən edin. Xarici ölkə ilə həmsərhəd olmayan Lənkəran, Masallı olacaq. Xəzərə çıxışları var, amma yerdə qalan inzibati rayonların İranla sərhədi mövcuddur. A variantı. Sual 14. Doğru sıraları müəyyən edin. Gəncə Daşkəsən əqiq faydalı qazıntı ehtiyatları mövcuddur. Təbii ki, Göygöldə. Quba Xaçmaz neft gil ehtiyatlarına rast gəlinsə də yanar şist ehtiyatlarına rast gəlinmir. Xeyr, yanlışdır. Yanar şist də var, kvars qumu da var Qubada. Şərqi Zəngəzur, Yazı yaylası və Gəyən düzü yerləşir. Bəli, Yazı yaylası özü də Qubadlı ərazisindədir.
Şəki-Zaqatala həm qara, həm əlvan. Xeyr, qara metallurgiya ola bilməz. Lənkəran Astara dağ tundra iqlim tipindən başqa digər bütün iqlim yarım tiplərinə rast gəlinir. Bu yanlışdır. Məsələn, bol yağıntılı soyuq Lənkəran Astarada yoxdur. Qışı quraq keçən mülayim isti iqlim Lənkəran Astarada yoxdur. Bəs hansı iqlim tipləri var, yəni yarım tipləri var? Deyəcəyik, qışı soyuq keçən yarım səhra, yayı quraq keçən soyuq, qışı quraq keçən soyuq, yayı quraq keçən mülayim isti iqlim, bir də bərabər yağıntılı mülayim isti iqlim tiplərini görmək olar. 5 yanlışı bütün iqlim yarım tipləri dediyinə görə. 6. Qarabağ heç bir inzibati rayonu Ermənistanla sərhəddə ifadəsi doğrudur. Bir inzibati rayonu İranla sərhəddə yerləşir, o da Füzulidir. Deməli 1-3-6 sualının doğru cavabıdır. Sual 15. Azərbaycanda həm Böyük Qafqaz, həm də Kiçik Qafqaz dağlarında mövcud olan faydalı qazıntının şərti işarəsini müəyyən edin. Təbii ki, bu polimetaldır. Balakən-Zaqatalada, Kiçik Qafqazda isə Mehmanə yatağını deyə bilərik. Ağdərə rayonunda. Doğru cavab B. Sual 16. Doğru olmayan fikirləri müəyyən edin. Ekvator xətti ilə kəsişən bütün materiklərdə bəli, iqlim qurşaqları təkrarlanır. İxtiyari proyeksiya ilə tərtib edilən xəritələrdə bütün təhriflər sıfıra bərabər olur. Biz bilirik ki, ixtiyari proyeksiyada həm sahə, həm də bucaq təhrifləri az olur və onlar minimuma indirilir. Yəni uzunluqla forma tam təhrif olunur. Ən çox da belə xəritələrdən tədris məqsədli istifadə edilir. Hətta xüsusi qrup da var, bərabər aralıqlı proyeksiya. Burada məsafə, yəni uzunluq düzgün verilir, amma digər təhriflər saxlanılır. Deməli, yanlışdır, doğru olmayan lazımdır. Maqnit meridianı ilə coğrafi meridiandan yalnız 0 dərəcəlik meridian üst-üstə düşür. Xeyr, maqnit meridianı və coğrafi meridian üst-üstə düşmür, kəsişir. Alınan bucaq 11,5. 23 sentyabr tarixində Bakı şəhərində səhər günəş şərq tərəfdən çıxır, axşam qərb tərəfdə batır ifadəsi doğrudur. Endogen qüvvələrin təsiri ilə yaranan dalğalara yalnız sakit okeanda rast gəlinir. Yanlışdır. Burada yalnız sakit okeanda rast gəlinir ifadəsi yanlışdır. 2-3-5 sualın doğru cavabıdır. Y variantı. Deməli, tsunami Bengal körfəzində də olub. Yəni Hind okeanında rast gəlinir. Amma belə güclü tsunamilər 2011-ci ildə Yaponiya sahillərində olub, Çilidə olub məsələn. Daha sonra yəni sakit okeanın odlu qövsündə Şərqi Asiya tərəfdə tsunamilər daha çox olur. Bir də ki, Krakatau vulkanı püskürən zaman da İndoneziyada güclü tsunami hadisəsi baş vermişdir. 6-ya baxaq, Pont Tavr Əndəlüs dağları morfoloji quruluşuna görə qırışıq dağlar hesab olunur. Bəli, cavan dağlarda üçü də. Pont Tavr yerləşir Türkiyədə, Əndəlüs İspaniya ərazisində. 2-3-5 Y variantı. Sual 17. Cədvələ əsasən uyğun olmayan fikirləri müəyyən edin. Ceyrançöl alçaqdağlığı və Acınohur düzündə 4-cü dövr çöküntülərinə rast gəlinmir. Xeyr, yanlışdır, rast gəlinir. Doğru olmayan, cədvələ uyğun olmayan fikirlər. Doğrunun altından yanlışı götürməliyik. 1. Drenajların istifadə edərək sürüşmənin qarşısını almaq mümkündür. Həm də şoranlıqlardan təmizləmək, yəni torpaqları. Bu doğru ifadədir, amma bizə lazım deyil. Daşkəsən inzibati rayonunda həm əlvan, həm də qara metallurgiya üçün xammal mövcuddur. Doğrudur. Sonra Qazaxıstan xırda təpəliyi və böyük Xinqan dağları eyni dağa əmələ gəlmə mərhələsində yaranmışdır. Yəni Kaledon Hersin. Yəni Paleozoy. Doğru ifadədir, amma yanlışın altından doğruları götürməliyik. 4. Naxçıvanın dağlıq ərazilərində və Talış dağlarında vulkanik suxurlar yayılmışdır ifadəsi də doğrudur. Paleogen yaşlı vulkanik suxurlardır həmçinin. Paleozoy erasının sonunda Ərəbistan litosfer tavasının şimala hərəkət edərək Avrasiya tavası ilə toqquşması nəticəsində kiçik adalar yaranıb. Xeyr, bu yanlışdır. Deməli 1, 4, 5 sual 1, 4, 5 bəli. Sualın doğru cavabıdır B variantı. 18-ə baxırıq. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Deməli 1 dolomitin işarəsidir. Burada barit verilib, yanlışdır. Dolomit bilirik ki, Naxçıvanda Babəkdədir. İkinci sırada perlit Göydərə verilib. Bilirik ki, Göydərə xromit yatağıdır. Kəlbəcərdə yanlışdır perlit yazıldığına görə. Seolit gili doğrudur Ağdağ Tovuzda. Bentonit gili Daş Salahlı Qazaxda. Qara metallurgiyada həmçinin istifadə olunur. Sonra gips yatağı Ağcakənddə Goranboy doğrudur. Travertin Şahdağdı Ordubat. Bilirik ki, travertin yataqları Kəngərlidədir, Ordubatda deyil. Doğru cavab 3, 4, 5 B variantı. 19'a baxırıq. A adası keçid iqlim qurşağında yerləşir. Bu ada inkişaf etmiş ölkənin ərazisidir və bu ölkənin paytaxtı da bu adada yerləşir. Bu adanın sahillərini iki okeanın suları yuyur. Mətndə bəhs edilən A adasının cədvəldəki adalarla bağlı oxşarlığını müəyyən edin. Söhbət İslandiya adasından gedir.
subarktik iqlim qurşağında yerləşir. İnkişaf etmiş ölkə İslandiyanın ərazisi. Adada yerləşir Reykjavik. Adanın sahilləri iki okean suları yürür. Yəni Şimal Buzlu Okean və Atlantik. İndi bu adanın Kuba adası ilə biz oxşar xüsusiyyətini tapmalıyıq. İki yarım kürədə yerləşir. Bəli. Kuba adası da qərb yarım kürəsində yerləşir. Eyni ilə İslandiya adası da oxşar xüsusiyyət. Çayları iki okean hövzəsinə aiddir. Kuba adasına aid deyil. Amma İslandiya üçün uyğundur. Sonra litosfer havalarının sərhədində yerləşir. Kuba adası, Kuba, Haiti, yəni Antil adaları sərhəddə yerləşir. Eyni ilə İslandiya adası da divergent sərhəddə yerləşən ada sayılır, oxşar xüsusiyyət. Luson adası ilə İslandiya adasının oxşar xüsusiyyətlərinə baxırıq. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Doğrudur. İslandiyada olan Eyjafjallajökull, Hekla, Katla, Bardamburga. Luson adasında yerləşir Pinatubo vulkanı. Qütb buluzu görünür. Qütb buluzu görünür hər ikisində. Təbii ki, şimal yarımkürəsində olduğuna görə B də aid olacaq. Günəş heç vaxt zenitdə olmur. Luson adasında olacaq, amma İslandiya adasında olmayacaq. Newfoundland adası ilə bu adanın oxşar xüsusiyyətlərinə baxırıq. Ölkəmizdən şimal-qərb istiqamətində yerləşir. Bəli, hər iki ada oxşar xüsusiyyətdir. Yayda mülayim hava kütləsi hakim olur. Bəli, İslandiya subarktik iqlimdə yerləşir. Newfoundland adası da yəni mülayim hava kütlələri daxil olacaq. Eyni ilə İslandiya adasına da həmçinin B də oxşar xüsusiyyətdir. Aid olduğu ölkənin ən böyük adasıdır. Xeyr, Kanadanın ən böyük adası olacaq Baffin adası. Yəni bu yanlışdır. Doğru deyil. Deməli 1-ə aid olduğu AC, 2-yə aiddir AB, 3-ə də AB. Pamir dağlarının cədvəldə verilmiş dağlar ilə oxşar olmayan xüsusiyyətlərini müəyyən edin. Ant dağları və Pamir dağlarının oxşar olmayan xüsusiyyətlərinə baxırıq. Fəaliyyətdə olan vulkanlara rast gəlinir. Bəli, oxşar olmayan. Çünki Pamir dağlarında fəaliyyətdə olan vulkan yoxdur, amma Ant dağlarında var. Hətta dünyanın ən hündür fəaliyyətdə olan vulkanı Ant dağlarında yerləşir. Alp qırışığında yaranıb hər iki dağ cavan dağdır. Alp qırışığında yaranacaq oxşar xüsusiyyətdir. İki materik mənşəli litosfer havalarının sərhədində yaranıb. Deməli, bu fərqləndirici xüsusiyyətdir. Çünki bu Pamir dağlarına aiddir. İki materik mənşəli litosfer havalarının sərhədində yaranması. Amma Ant dağları isə materik və okean havalarının toqquşma sərhədində, yəni subduksiya zonasında yaranmışdır. İndi isə Pamir dağları ilə Alp dağlarının oxşar olmayan xüsusiyyətlərinə baxırıq. Mütləq hündürlüyü 5000-dən çoxdur. Bu Pamir dağlarına aiddir, 7000 hətta. Amma Alp dağlarının hündürlüyü isə 4807 metrdir. 4807 metrdir Alp dağlarının hündürlüyü. A. Oxşar olmayan xüsusiyyət. Bir neçə ölkənin ərazisində yerləşir. Hər iki dağa uyğun gələcək. Temperaturun il boyu 0 dərəcədən aşağı olduğu zirvələr hər iki dağa uyğundur. Böyük su ayırıcı dağları ilə Pamir dağlarının oxşar olmayan xüsusiyyətləri paralel istiqamətində uzanmışdır. Bilirik ki, böyük su ayırıcı dağları meridian istiqamətində uzanan dağ hesab olunur. Oxşar olmayan. Geosiqnalın platformaya çevrilməsinin 4-cü mərhələsindədir. Bəli, bu böyük su ayırıcı dağlara aiddir. Çünki qədim dağdır, 4-cü mərhələ. Amma Pamir dağları cavan dağ olduğu üçün 3-cü mərhələyə aid olacaq. Bir neçə ölkənin ərazisində yerləşir. Bu da fərqləndirici xüsusiyyətdir. Bayaq da dedik, Pamir dağları bir neçə ölkənin ərazisində yerləşir. Çin, Tacikistan, Əfqanistan. Amma böyük su ayırıcı dağları yalnız bir ölkə olacaq, yəni Avstraliya. ABC olacaq böyük su ayırıcı dağları ilə Pamirin oxşar olmayan xüsusiyyətləri. Doğru cavab D variantı. 21-ə baxırıq cədvələ əsasən doğru olmayan sıraları müəyyən edin. Tayland respublika deyil, konstitusiyalı monarxiyadır. İran monarxiya deyil, respublikadır. Fransa respublikadır, paytaxtı Paris. Belçika federativ monarxiyadır, doğru. Finlandiya respublikadır, doğrudur. Həmçinin yəni yuxarıda, yəni şimal meşə qurşağında İsveçlə Norveçi biz monarxiya götürə bilərik. Özü də konstitusiyalı monarxiya ölkələri, amma Finlandiya isə monarxiya sayılmır, respublikadır. Doğru olmayan burada Y olacaq 1-2. Sual 22. Son illərdə Avropa, Şimali Amerika və Avstraliyada əhalidə doğulanların sayının azalması bir çox amillərlə bağlıdır. Aşağıdakılardan hansı doğru amillərdən deyil? Qadınların ictimai fəallığın artması, ali təhsil almaları, bəli, doğumun azalmasının səbəblərindən biri gecikmiş nigahların üstünlük təşkil etməsi. Bəli, təhsil gec başa çatır, karyera bu da aiddir. Yaşlı valideynlərin dövlət himayəsində deyil, övladları ilə yaşamaları. Bunun əlaqəsi yoxdur, yəni doğulanların sayının azalması ilə. Sonra əhalinin maddi və mədəni tələbatlarının artması. Düzdür. Yəni
maddi və mədəni tələbatı artır və ona görə uşaq sayı azalır. Uşaqların təhsil və tərbiyəsinə sərf olunan xərclər artır, bu da. Amma bu C aid olmayacaq. 23-ə baxırıq. Doğru fikirləri müəyyən edin. ABŞ, Kanada, Avstraliyada əhalinin sayı əsasən gələnlərin hesabına artır. Doğru ifadədir. İqtisadiyyatın birinci sektoru insanların təbiətdən istifadə etdikləri sahələr. Doğrudur. Yəni təbiətdən istifadə etdikləri faydalı qazıntıların hasilatı ola bilər, kənd təsərrüfatı, meşə tədarükü aiddir. Neft ola bilər, daş kömür, dəmir filizi, qızıl, mis və s. Yəni üstünlük təşkil edir. Yəni 2 də doğru ifadə olacaq. Daha sonra alüminium, magnezium və sink yüngül əlvan metallar qrupuna daxildir. Deməli, ağır metalları deyirəm. Qalay, sink, mis, qurğuşun. Xammal mənbələrində ağır metallar. Magnezium, alüminium, titan olacaq. Enerji mənbələrində yüngül metallar. Deməli, burada magnezium, alüminium çıxırıq. Yəni yüngül metaldır çünki. Amma sink olacaq ağır metal. 2 hələ ki doğrudur. 4-ə baxırıq. Plastik kütlə və spirt üzvü sintez kimyasına aiddir ifadəsi doğrudur. Tütün məhsulları qida sənayesinə aid deyil. Qida sənayesi sahələri hansılardır? Bilirik ki, əhalini ərzaqla təmin edən bir sahədir. Aid olacaq çörək bişirmə, makaron, şirniyyat, şərabçılıq, alkoqolsuz içkilər, ət məhsulları, süd, pendir, tütün məmulatları, məhsulları, konserv sənayesi, bunlar qida sənayesinin məhsullarıdır. Deməli, 5 də yanlışdır. ABŞ-ın əlvan metallurgiya sənayesi İES yox, SEIS olacaq qərb ştatlarında. Colorado və Kolumbiya çayları bilirik ki, üzərlərində seislər mövcuddur bu çayların. ABŞ-ın ən böyük seisi Grand Coulee seisi Kolumbiya çayı üzərindədir. Colorado çayı üzərində də Powell seisi mövcuddur. Keçirik növbəti suala. Doğru olmayan, burada doğru cavab olacaq 1, 2, 4 C variantı. 24-də baxırıq. Doğru olmayan fikirləri müəyyən edin. Aqroiqlim ehtiyatlarının əsas göstəricisi bəli 10 dərəcədən yuxarı olmasıdır. Orta sutkalıq temperaturun. Sonra çəltiyin becərilməsi üçün il ərzində xeyr. Dedik ki 8000-dən yuxarı olmalıdır. Nəqliyyat vasitələri təkrar sualdır bu. Fərdi deyil də şəxsi mülkiyyət olacaq. 2, 3. Yəni bu doğru ifadədir, götürmürük. Doğrudur. 3-cü deyil də 4-cü mərhələsi olacaq. 2, 3, 6 sualın doğru cavabıdır. A variantı. 25'ə baxırıq. İsti və okean cərəyanlarının qarşılaşdığı sahələrdə güclü dalğalar təbii ki. Məsələn, Braziliya ilə Falkland, Angola və Bengel, Labrador və Gulfstream isti və soyuq cərəyanların qarşılaşması. Ekvatorial və tropik enliklərdə ən böyük sahəni Sakit okean tutur. Bəli, doğrudur. Ona görə də ən isti okean sayılır. Okeanda yaranan bütün növ dalğalar xarici deyil də endogen də ola bilər. Məsələn, tsunami. Crucio və Gulfstream cərəyanları eyni daimi küləklərin, yəni qərb küləklərinin təsiri ilə yaranır ifadəsi doğrudur. Bengel və Peru okean cərəyanları hərəkət etdikləri ərazilərdə duzluğun artmasına deyil də azalmasına səbəb olacaq. Çünki isti okean cərəyanları duzluğu artır. Çünki rütubət olur, buxarlanma da çox olacaq. Buxarlanma çox olanda da duzluq çox olacaq. Sahil xətlərinin mürəkkəb olması dəniz ticarəti üçün əlverişli şərait yaradır. Əlverişsiz deyil. 6 da yanlışdır. 1, 2, 4 sualın doğru cavabıdır. 26'ya baxırıq. 23 iyun tarixindən başlayaraq. Deməli, yəni 22 iyun yay gün dönümüdür. Artıq 23 iyun tarixindən başlayaraq Şimal Qütb dairəsində gündüzün uzunluqları. Bilirik ki, 22 iyunda Şimal Qütb dairəsində 24 saatlıq qütb gündüzü başa çatır. Ona görə də 23 iyun tarixindən azalacaq. Bir doğrudur. Bakı şəhərində günorta vaxtı şagird cisimlərin kölgə uzunluqları artacaq. 22 iyun yay gün dönümü, Günəş şimal tropikində zenitdədir. Günəş həmin tarixdən etibarən cənuba meyllənir. Deməli, uzaqlaşır Günəş. Kölgə artacaq şimal yarımkürəsində həmin tarixdən sonra. Bakı da şimal yarımkürəsində yerləşdiyinə görə təbii ki, kölgə uzunluqları artacaq. Ümumiyyətlə Günəşin düşmə bucağı azalanda kölgə artır. 2 də doğru olacaq. 3. Gecə və gündüzün uzunluqları arasında fərq artar yazılıb. 22 iyunda bilirik ki, şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecədir. Yəni fərq maksimuma çatır. Artıq 23 iyundan başlayaraq
Bu fərq azalar, artmaz. Cənub tropik xəttində günorta vaxtı günəş şüalarının düşmə bucağı artar. Bu ifadə doğrudur. 23 iyundan etibarən günəş cənuba, yəni cənub tropikinə doğru hərəkət etdiyi üçün orada düşmə bucağı da təbii ki artacaq. 5. Tropik işıqlanma qurşağının sahəsi azalar. İşıqlanma qurşaqlarının sahəsi sabitdir. Çünki yer oxunun meylili, yəni 66,5 dəyişmir. Yəni bunu doğru kimi götürmək olmaz. 6-ya baxırıq 23,5 cənub enliyində yer kürəsinin xəyali oxu ətrafında orta fırlanma sürəti azalar. Xeyr, fırlanma sürəti dəyişmir. 23 iyundan başlayaraq artacaq, azalacaq. Bu yanlış ifadədir. Yəni dəyişmir. Amma ən sürətli ekvatordadır. Qütblər isə hərəkətsiz nöqtələrdir. Çünki ekvatorun qütblərə doğru ümumilikdə azalır yerin öz oxu ətrafında fırlanma sürəti. Yəni 1, 2, 4 sualın doğru cavabıdır. Sual 27. Doğru olmayan fikirləri müəyyən edin. Yağıntıların intensivliyi ilə qurun suların səviyyəsi düz mütənasibdir. Bu ifadə doğrudur. Yağıntı nə qədər çox və intensiv yağarsa, torpağa bir o qədər süzülər, yəni qurun suların səviyyəsi də artacaq. Amma doğru olmayan lazımdır. Xəzər dənizində buxarlanma ilə buxarlanma qabiliyyəti arasında ən böyük fərq onun cənub hissəsindədir. Ümumiyyətlə buxarlanma qabiliyyəti temperaturdan asılıdır və Xəzərin cənubunda ən yüksəkdir. Xəzər dənizi açıq su səthidir. Burada kifayət qədər su var, buxarlanma da maksimum olacaq. Cənub hissədə həmçinin. Su səthində buxarlanma ilə buxarlanma qabiliyyəti bir-birinə çox yaxın olur. Yəni fərq böyük olmur. Bu yanlış ifadədir, deyir, ən böyük fərq cənub hissəsindədir. Avstraliya materikinin şimal hissəsinə düşən yağıntıların miqdarı, illik miqdarı Antarktida materikinin şimal hissəsinə düşən yağıntıların miqdarından çoxdur. Təbii ki, Antarktidada subantarktik iqlim qurşağıdır, şimal hissədə soyuqdur, yağıntı az düşür. Avstraliyanın şimal hissəsi subekvatorial iqlim qurşağındadır və ora yağıntı Cape York Arnhem yarımadasına təbii ki daha çox düşəcək Antarktidanın şimal hissəsinə nəzərən. Doğru ifadədir. Ölkəmizin əksər dağlıq ərazilərində yağıntıların çox hissəsi dekabr-yanvar aylarında düşür. Azərbaycanın ən yüksək dağlıq ərazilərində, yəni Böyük Qafqaz, Kiçik Qafqazda yağıntıların miqdarı may, iyun və payız aylarına təsadüf edir. Qış ayları isə az yağıntılı dövrə aid edilir deyə yanlış ifadədir. Dekabr-yanvar olmaz. Alyaska sahillərinə bol yağıntı düşməsinin əsas səbəbi qərb küləkləridir, şimal-şərq küləkləri deyil. Aralıq dənizi üzərində formalaşan siklonlar rütubətin miqdarının artmasına bəli səbəb olur. Doğru ifadədir. 2, 4, 5 sualın doğru cavabıdır. B variantı. 28-ə baxırıq, cədvələ əsasən uyğun sıraları müəyyən edin. Deməli 85 derəcə şərq uzunluğu Avrasiya materikindən, bir də Antarktida materikindən keçər. Deməli 2 materiklə kəsişir ifadəsi doğrudur. Bakı şəhəri ilə yerli vaxt fərqi 2 saat 40 dəqiqədir. Bakı yerləşir 50-də. 85-dən 50-ni çıxarıq 35, bölsək 15-ə 2 saat 20 dəqiqə taparıq. Amma 2 saat 40 dəqiqə verildiyinə görə yanlışdır. Çinin ərazisi ilə kəsişir. Bəli, Rusiyadan Çindən keçir. Doğru. 17-ci saat qurşağın orta meridiandır. Yəni 120 dərəcə qərb uzunluğu. Deməli biz 24-dən 17-ni çıxırıq 7, 7-ni də 15-ə vuranda 105 dərəcə qərb uzunluğu tapmış oluruq. Yəni 120 dərəcə qərb uzunluğu etməz. Rusiya və ABŞ ilə kəsişir. Bu yanlışdır. 120 dərəcə qərb uzunluğu ABŞ ola bilər. Yəni ABŞ-dan keçə bilər, amma Rusiyadan keçməz. 3 yarımkürədə yerləşir, bəli. İstər 85 dərəcə şərq uzunluğu, istər 120 dərəcə qərb uzunluğu 3 yarımkürədə yerləşir. Ümumiyyətlə 0, 24, 12-ci saat qurşaqlarını biz 4 yarımkürə demişdik. Deməli 1, 3, 6 sualın doğru cavabıdır. D variantı. 29-a baxırıq. Sxemə əsasən doğru fikri müəyyən edin. 4-cü məntəqədə şimal-şərq küləkləri il boyu hakim olur. 4-cü məntəqə 10 dərəcə, yəni 0 dərəcə ekvatora yaxın ərazilər passat küləkləri olacaq. Yəni şimal-şərq küləkləri qütb ərazilərdir deyə yanlışdır. 1-2-ci məntəqələr eyni saat qurşağında yerləşir. 1-ci məntəqə 10 dərəcə qərb uzunluğu, 2-ci məntəqə 10 dərəcə şərq uzunluğu. Yəni aralarında 20 dərəcə var. Təbii ki, saat qurşaqları da fərqli olacaq. 3-cü məntəqə, yəni ekvator, materikin ən bol sulu çayın su toplayıcı hövzəsinə uyğun gəlir. Bəli. Yəni Afrika materikində Kongo çayı bilirik ki, ekvator xəttini 2 dəfə keçən çaydır. Eləcə Amazon çayını da misal göstərmək olar. Yəni 3 doğru olacaq. Yer kürəsinin orta fırlanma sürəti 1-ci məntəqədə 4-cü məntəqədəkindən çoxdur. 1-ci məntəqə yerləşir 20 dərəcə şimalda, 4-cü məntəqə 10 şimalda. Ekvatora daha yaxın olan ərazidə fırlanma sürəti daha çox olar. Çünki qütblərə doğru getdikcə azalır. Təbii ki, bu yanlış ifadədir. 4-cü məntəqədə daha çox olar sürət. Günəş şüalarının günorta vaxtı minimum düşmə bucağının ən böyük olduğu məntəqə 2-ci məntəqədir. Günəş olan günorta vaxtı minimum düşmə bucağı, yəni ekvator ərazisi,
66,5 derece. Təbii ki, 3-cü məntəqə olar, 2-ci məntəqə deyil. Doğru cavab C variantı. Sual 30. Verilmiş dənizlərə və cədvələ əsasən uyğunluğu müəyyən edin. 1, 2, 6, yəni Qara, Baltik və Sarı dəniz mülayim işıqlanma qurşağında yerləşir. Ümumi olmayan əlamətləri seçməliyik və bu 3 dənizin üçü də mülayim işıqlanma qurşağında yerləşir. Litosfer havalarının sərhədində yerləşir. Baltik, Bering, Andaman. Baltik dənizi litosfer havalarının sərhədində yerləşməz. Uyğun deyil. Eyni materikin sahillərini yuyur. Qara dəniz, Qırmızı dəniz, bir də Sarı dəniz. Bəli, Avrasiya materikinin sahillərini yuyacaq bu dənizlər. 4, 5, 6, yəni Bering, Andaman, Sarı dənizləri yalnız şərq yarımkürəsində yerləşir. Bering həm şərq, həm də qərb yarımkürəsində yerləşəcək. Sonra Baltik, Qırmızı, Andaman dənizləri sahillərini yuduğu qitədə musson rejimli çaylar mövcuddur. Qırmızı dəniz Afrikada musson rejimli çay olmaz. Sonra qütb gecə gündüzləri müşahidə edilmir. Qara, Baltik və Qırmızı dənizlərində təbii ki, qütb gecə gündüzləri müşahidə edilməz. Məsələn, Kara dənizində, Laptevlər dənizində ola bilər, amma bu dənizlərdə deyil. Yəni müşahidə edilmir, doğrudur. Götürmürük, uyğun olmayan 2, 4 və 5 olacaq. Yəni C variantı. Sual 31. Rusiya Federasiyasının Oymyakon yaşayış məntəqəsində müşahidə edilən minimum temperaturu Farenheit şkalasına əsasən müəyyən edin. Deməli, biz Selsi dərəcədən Farenheitə keçmək üçün bu düsturdan istifadə etməliyik. Deməli, -72-dir. Biz 72-ni vururuq 1,8-ə, üzərinə 32 gəlirik. Və vurub üzərinə 32 gələndə biz mənfidir indi burada. Mənfi olduğuna görə artıq siz həmin bu aldığınız rəqəmdən 32-ni çıxarsınız. -97,6 alınacaq Farenheit. Əgər Selsiyə çevirmək üçün Farenheitlə verilən bir temperaturu Selsiyə çevirmək üçün isə siz temperaturdan 32-ni çıxırsınız, alınan rəqəmi 1,8-ə bölməlisiniz. Sual 32. Avrasiya materikinin sxemdə göstərilən materiklərlə oxşarlığını müəyyən edin. Baxaq. Ən uzun çayın orta və aşağı axarı şimal və şərq yarımkürəsində yerləşir. Avrasiyanın ən uzun çayı yansızı bəli şimal-şərq yarımkürəsində, eləcə də Afrikanın ən uzun çayı Nil çayı da şimal-şərq yarımkürəsində yerləşəcək. Bir hissəsi mülayim işıqlanma qurşağında yerləşir. Bəli, Afrika həm şimal, həm də cənub mülayim işıqlanma qurşağında yerləşir. Eyni ilə Avrasiya materiki də oxşar xüsusiyyətdir. Daha sonra Şimali Amerika və Avrasiya materiki üçün ekvatorial iqlim qurşağına rast gəlinir. Şimali Amerikada ekvatorial iqlim qurşağı yoxdur. Tropik iqlim qurşağı tam zolaq təşkil edir. Avrasiyada qırılır Tar səhrasında. Qırışıq dağlara rast gəlinir. Cavan dağları bəli, hər iki materikdə cavan dağlar mövcuddur. Cənubi Amerikada həm fəaliyyətdə, yəni istər Avrasiya və istərsə də Cənubi Amerika materikinin oxşar xüsusiyyətlərində görək, deyir həm fəaliyyətdə, həm də sönmüş vulkanlara rast gəlinir. Cənubi Amerikada bəli, Chimborazo sönmüş vulkanı, Ruiz vulkanı məsələn fəaliyyətdə olan vulkan. Avrasiyada həmçinin sönmüş və fəaliyyətdə olan vulkanlar mövcuddur. Məsələn, Etna, Vezuv vulkanı fəaliyyətdə olan vulkanlardır. Səhənd, Damavand vulkanları sönmüş vulkanlar sayılır. Oxşar xüsusiyyət. Sonra iqlim qurşaqları təkrar olunur. Cənubi Amerikada təkrar olunur, amma Avrasiya materikində təkrar olunmur deyə götürmürük. Qırmızı sarı ferolit torpaqlar yayılmışdır. Qırmızı sarı ferolit torpaqlar, yəni bu uyğun gələcək hər iki materikə, həm Cənubi Amerikada, həm də ki Avrasiya materikində ekvatorial iqlim qurşağında bu torpaqları biz görə bilərik. Deməli, 1-ə AB, A-nı C-ni çıxarıq, B-ni çıxarıq, 2-də sadəcə C, 3-də isə A və C uyğun gəlir, Y variantı. Bir də burada yenidən C verilib, yəqin D yazılmalıdır. 21 Martda Günəş zenitdə olur. Ekvator xəttinin kəsdiyi materiki təbii ki zenit olacaq 21 Martda ekvator üzərində 90 dərəcə bucaqla. 33. Horizontal sxemə əsasən dağarcıq çökəklikdə yerləşən məntəqəni müəyyən edin.
Bu dağarası çökəkliyin işarəsidir və 5-ci məntəqə olacaq D variantı. Bu işarəni siz atlasda, şərti işarələrdə görə bilərsiniz. Sual 34. Azərbaycan ərazisində yayılan torpaqlarla bağlı doğru fikirləri müəyyən edin. 1. Qırmızı qonur torpaqları rast gəlinir. Bu yanlış ifadədir. Qırmızı qonur torpaqlar subekvatorial iqlim qurşağında olur. Azərbaycan isə subtropik və mülayim iqlim qurşağında yerləşir. Rütubətliyinə görə dağ meşə torpaqları qonur və qəhvəyi olaraq iki tipə bölünür. Bəli. Qəhvəyi torpaqlarda quralıq sevən palıd ağacları, qonur torpaqlarda isə fıstıq və ələs ağacları olacaq. Dağ çəmən torpaqları bəli, dağ meşə torpaqlarına nisbətən hündür ərazidə olur. Doğru ifadədir. Kür-Araz ovalında qara torpaqlar deyil, boz torpaqlar olar. Sarı torpaqlara yalnız Talış dağlarına deyil də Lənkəran ovalığında da rast gəlinir. Qobustan, Abşeron və Naxçıvan dağətəyi ərazilərində boz qonur torpaqlar geniş yayılmışdır. Bu doğru ifadədir. 2, 3, 6 sualın doğru cavabıdır. B variantı. 35. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Birinci çaya aid xüsusiyyət C. Aid olduğu qitənin ən uzun çayıdır. Yəni Nil də ola bilər, Yansız da ola bilər. Aid olduğu qitənin ən uzun çaylardır, amma Mekong, Kolorado ola bilməz. Volqa da Avropa qitəsinin ən uzun çayı sayılır. Yəni burada 4-5-1-ə aid 4-5 heç verilməyib. İndi ikinci çaya baxırıq. Y. Musson rejimli çaydır. Yəni 5. Kolorado Musson rejimli çay ola bilməz deyə D-ni və Y-ni çıxırıq. Yerdə qalır 4 və 1. Yəni ikinciyə aid olanlar 4 və 1. Dördüncü və birinci çay. Mekongla Yansızı. Mekong və Yansızı musson rejimli çaylardır. Deməli, indi ortaq xüsusiyyətlərinə baxırıq. Nə yazılıb? Gəlin A-nı yoxlayaq. 1-ə 2 verib. Yəni, bura Nil. 2-yə də 1. Yəni, Yansızı. Nil. Aid olduğu qitənin ən uzun çayıdır. Yansız da musson rejimidir. Xüsusiyyətlər uyğundur. İndi oxşar xüsusiyyətlərə baxırıq. Suvarmada geniş istifadə olunur. Doğrudur. Su toplayıcı hövzəsi 2 işıqlanma qurşağında yerləşir. Yanlış olacaq çünki yansızı, yəni tropik xətti kəsmir. Yəni mülayim işıqlanma qurşağından axır deyə bu yansız çay deyil. Deməli 2-yə 1 aid olmayacaq. Yəni 2-yə 1 aid olmayacaq deyə A-nı çıxırıq. İndi artıq bəllidir ki, İkinci Mekong çayıdır. Mekong çayını bilirik ki, şimal tropik xətti kəsir, 2 işıqlanma qurşağında yerləşir. Artıq 100% əminik ki, bu Mekong çayıdır. İndi birinci çay ya Nildir, ya da ki Yansız çayıdır. Baxaq, bura yazaq B-ni yazaq, yəni 2, Nili yazaq. Görə uyğundur mu oxşar xüsusiyyətləri? İlin isti dövründə bol sulu olur. Bəli, hər iki çay. İyun, iyul, avqust aylarında. Daha sonra su toplayıcı hövzəsi 2 işıqlanma qurşağında yerləşir. Bəli, Nili də Mekong çayında şimal tropik xətti kəsir. D. Suvarmada geniş istifadə olunur. Elə doğru cavab B variantıdır. İndi biz 1 yazsaq, yəni yansız çayını yazsaq, əgər 1-ə, yansızını dedik kəsmir. Yəni 2 işıqlanma qurşağında, daha doğrusu bura 1-ə 1 verib. 1-ə 1 ola bilməz. Çünki musson rejimli çay 2-yə aid olan çaydır. Yansız da musson rejimli çaydır. 1-ə elə Nil çayı aid olacaq. B variantı. 36-ya baxırıq. Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. Mauna Kea, Elbrus, Etna, Kamerun vulkanların fəaliyyəti nəticəsində yaranan vulkanları doğrudur. Sonra faylı dağlar yalnız fəal seismik zonalarda yerləşir. Qədim dağlar yalnız seismik ərazi heç vaxt ola bilməz. Diyun, mağara və sirk eksogen mənşəli relyef formalardır. Bilirik ki, diyunlar iki tərəfli külək, yəni eol relyef formaları, mağara, karst, sirklər, troq dərələri, bunlar eksoraziya buzlağın fəaliyyəti. Eksogen mənşəlidir, doğrudur. Orta meyillikləri bərabər olan çayların düşmə kəmiyyətləri müxtəlif ola bilər ifadəsi doğrudur, amma yanlışın altından yanlış seçməliyik. Altay, Sayan və Tianşan dağları qırışıq dağlar deyil də, qırışıq faylı dağlar sayılır. Atlas və Appalaç dağları mülayim işıqlanma qurşağında yerləşir. Bu doğru ifadədir, amma bizə lazım deyil. 1, 3, 5 sualın doğru cavabıdır. Cavab burada Y variantı. 37-yə baxırıq, doğru fikirləri müəyyən edin. Yağıntıların intensivliyi quru suların səviyyəsi ilə düz mütənasibdir. Bu təkrar sualdır. Cənub deyil. Biz doğruları götürməliyik. Fərq cənubda deyil. Sonra Avstraliyada yağıntı daha çoxdur şimal hissəsində, yəni Antarktida materikinə nəzərən. Təkrar suallardır. 1, 3,
Dekabr, yanvar dedik, yox. Şimal-şərq deyil də qərb küləkləri olacaq. Bir də Aralıq dəniz 1-3-6-dır sualın doğru cavabı. Yəni rütubətin artmasına gətirib çıxardır. 38-ə baxırıq. Cədvələ əsasən uyğun sıraları müəyyən edin. Şimali Amerika ərazisi 2 yarımkürədə yerləşir. Şimal-qərb 3 işıqlanma qurşağında yerləşir. Qütb, mülayim, tropik doğrudur. Sahillərində mərcan mənşəli adalara rast gəlinmir ifadəsi yanlışdır, çünki Karib dənizində var. Yalnız fəaliyyətdə olan vulkan deyil də Makkinli sönmüş vulkanda deyə bilərik. Avrasiya şərq və cənub ucqar nöqtələrinin yerləşdiyi yarımadalar orta qırışıqlıq mərhələsində formalaşıb. Malakka və Çukot yarımadası doğru ifadədir. Çin, Koreya, Cənubi Çin və Tarim platformaları mövcuddur. Doğrudur. Sahilləri yalnız kənar dənizin suları yuyur, xeyr. Məsələn, Avrasiyada Ağ dəniz var, Qara dəniz, Egey, Mərmərə, bunlar daxili dənizlər sayılır. Ona görə yanlış ifadədir. Deməli 1, 4, 5 sualın doğru cavabıdır. B variantı. 39-a baxırıq. Doğru olmayan fikri müəyyən edin. İsti və soyuq okean cərəyanlarının qarşılaşdığı sahələrdə güclü dalğalar yaranır. Doğru ifadədir, amma bizə lazım deyil. Ekvatorial və tropik enliklərdə ən böyük sahəni sakit okean tutur ki, ən isti okean sayılır. Doğru. Okeanda yaranan bütün növ dalğalar xarici deyil, endogen, yəni tsunami də ola bilər. 3 yanlış. Krosio, Gulf Stream cərəyanları eyni daimi küləklər, yəni qərb küləkləri. Doğru ifadədir. Kaliforniya və Kanar okean cərəyanları hərəkət etdikləri ərazilərdə duzluğun azalmasına səbəb olur. Sahil xətlərinin mürəkkəb olması əlverişli şərait yaradır. Nə qədər materik girintili çıxıntılıdırsa, o qədər yaxşıdır dəniz nəqliyyatı üçün. Yəni 3, 5, 6 yanlışdır. A variantı. Yəni yanlış ifadələrdir. Sonuncu suala baxırıq 40. Deməli burada Maldiv verib mərcan mənşəlidir. Ölkə Maldiv, paytaxtı Male şəhəridir. Sonra orada İslam dinidir. Bir də ki ekvator xətti kəsir bu adaları. Cənub şərq yarımkürəsində yerləşir. Bu yəni Azərbaycana nəzərən deyir. Yəni adanın özü cənub-şərq ola bilməz. Amma Azərbaycana nəzərən təbii ki, cənub-şərq olacaq, doğrudur. Sonra Böyük Sədrifi mərcan mənşəlidir, amma Avstraliyada, Yeni Zelandiyada deyil. Sonra Kuril vulkanikdir, Rusiyadır. Azərbaycandan cənub-şərqdə deyil də şimal-şərq ola bilər. 3 yanlışdır. Kalimantan materik mənşəlidir. 3 dənə ölkə yerləşir əslində Kalimantan adasında. Bəli, onlardan biri də Bruneydir. Bundan başqa Malayziya, İndoneziyanı da deyə bilərik. Azərbaycandan bəli cənub-şərq istiqamətindədir. Korsika İtaliyanın deyil də Fransanın adasıdır. Yanlışdır. Spitsbergen materik mənşəli ada. Düzdür, Norveçə məxsusdur. Şimal-qərb doğrudur. 1, 4, 5 yazılıb. Baxaq. Yəqin bura 5 olmalıdır, bura 6. 1, 4, 6 sualın doğru cavabıdır. Nəhayət, 30 sınaqdan ibarət olan test toplusunun izahlarını bitirdik. Qarşıdan MİQ imtahanı gəlir. 16 iyul coğrafiyaçıların MİQ imtahanıdır. Və imtahanda iştirak edən bütün müdavimlərə uğurlar arzu edirəm. Və hər kəs faydalansın deyə imtahandan əvvəl ödənişsiz dərs təşkil edəcəm. Bu dərsdən faydalanmaq istəyənlər isə videonun altında şərh bölməsində plus göndərə bilərlər. Sağ olun, salamat qalın.